Hamza, salam dostlar, necəsiz? Bu günləri sizlərə xoruzlardan, yəni damaslı qalan xoruzlardan lider hansıdır deyə məlumat verim. Lider əslində qırmızı rəngdə bir xoruz idi. O indi yoxdur, hardasa bayırdadır, yəqin küçədə. Səhər-səhər, yəni liderlik davası deyildi, nəysə ondan oldu. Yəni bu Qara Muradla o qırmızı lider xoruzumuz dalaşdı və Qara Murad onu yiyib buraxdı. Amma ki Qara Muraddakı bundan qorxurdu. Amma indi bilmirəm ki, yəni dostcasınadır, yəni qardaşlar ikisi. Dostcasınadır, yoxsa hələ də canavar Qara Muradı, yəni o ağ Qara Muradı vurursa. Əgər Qara Murad onu da vurursa, lider Qara Murad olmuş olur. Hündüşkanın da çıxmağına çox az qalıb, amma dəqiq bilmirəm. Bir 7-8 gün qalıb deyəsən, dəqiq bilmirəm yenə. Deyirəm, işıq açıq qalıb, yanıq qalıb. Bu günləri, baxın birazdan videodan sonra xoruzların, qazların şəklini çəkim. Yəni alıcıya göndərim, baxım nə deyir, nə demirsə. Yumurta bir dənə, burada da heç inanmıram olacağına. Bu arada bala qazımız rəhmətə getdi, təəssüf ki, qazlar gözü çıxmışlar. Öz balasını döyüb öldürdülər, öz balaların. Day, qazları da satıram. O da satacaqdım, yəni o bir dənə qalacaqdı, amma ki, o da özləri öldürdü. Ona görə heç bir qaz qalan deyil. Saxlamaq da fikrim yoxdur, çünki vəhşi qazlar olar, ben deyirəm. Elə bir it saxlayıram. Həm yem də az deyilmiş olar. Həm qazları, xoruzları satıb. Bir də istəyirəm ki, 2 dənə beçə, 2 dənə xoruz, 2 dənə qaz satım. Bunları satıb, indi gedim ördək üçün maraqlanım. Hələ də maraqlanıram, yəni. İndi yəni daha dərindən soruşum. Həm istəyirəm biraz yenidən yem alım, buğda az qalıb. Biraz hündüşka, təzə çıxacaq hündüşka balaları üçün yem alıb yığım, stoklayım yəni. İndi baxaq hansını alacaqlar, hansını alamayacaqlar. Qazlar deyəsən küçədədir. Küçədə gəzirlər. Görünür. Küçələri göstərim sizə. Əhməd, qapıdan gir, o bir səhvdə. Bax, bax. Qapıdan girdin, o bir səhvdə klopdadır. Nə göstərəcəkdim mən? Küçələri göstərəcəkdim. Bu arada bu günləri bu toyuqlara iğnə vuruldu. Yəni hər birinə iğnə vurulub. Hündüşkaya, toyuqlara. Bir hündüşka balalarına vurulmadı. Bir də buradakı küçələrə. Bu balaca cümbuluya da vuruldu ya buna. Buna da vuruldu. Özü gəldi, öz buzasıyla çıxdı qapının arasından, qapını açanda. Gəldi də yandı. Ya, iğnə vur mənə deyər kimi. Biz də vurduq, elə getdi. Böyüyüb maşallah. Amma qurtarma almaq yadımdan. Qurtarma almaq yadımdan çıxmışdı. Onu başqa bir vaxt alaram, verirəm. Bu qara kürtün balasıdır. Bura girir, yağın oradan girir. Yem falan yiyir. Mən də oradan çıxartmıram. İğnə vurub belə yenidən ora saldım. Qoy çıxsın, özü çıxdı. Biraz gəlsin, ot yesin falan. Mən toyuqları çağırım. Baxın görüm, hardadılar. Bu arada deyirdim ya, o liderlər içir. Keçən dəfə ördəklər bu pekinlərdə, yəni qonşunun bağına keçmişdi. Getdim onları çatmağa, gördüm liderlərin tükləri oradadır. Bildim ki, onlar girirlər, ora çıxa bilmirlər, qalırlar, mən də görmürəm. Axşamdakı
İtler falan həll eləyir. Baxın dostlar, tükləri görürsünüz. Bu qırmızı xoruzu bu Qara Murad çırpan yerdə ora. Didib bütün tüklərini döküb. Yəni lider o qırmızı xoruz idi, bilənlər bilir. Amma artıq Qara Murad halaldır. Bəziləriniz videodan qabaq bilirsiniz. Abunəçilərim, yəni WhatsApp nömrəsi olanlar. Nə deyirdim mən? Lider nə deyə? Sürüdə yaşaya-yaşaya lideri döyüb lider olan heyvan mən görməmişdim. İlk dəfə gördüm. O da bu Qara Murad. Əslində inanırdım. Bilirdim ki belə bir şey olacaq. Çünki heyrəti dönmə nə də olsa kənd xoruzundan daha belə dil getdi. Vuruşqan olur da, yəni daha yaman olur deyək. Doğru dildə desək. Pəltəliyim tutub mənim bu günləri nə olubsa. Amma hər videoda pəltəliyim tutur, amma neysə. Yem alıb verim. Qapı niyə bağlandı? Halal deyə, hələ də inanmağım gəlmir. Bu lider oldu deyə. Toyuqlardan hələ tükdən çıxan yoxdur. Bax, bu da tülənir. Bu qara türkən. Toyuq türkən deyək. Neysə, yem alaq. 2 saatda yem alıb qurtaranmadım mən. Düşqamız da buradadır. Yem də az qalıb. Arpadan aldım. Bunlara. Sırtıq deyil. Düşəsən bəlkə. Ay bala. Düşdə. Qolu sırıldı. Qara Murad sırtıqda biraz ələ öləşirdi. Daha da yaxşı. Tapdalamışdım. Bu da canavarımız. Hadi görürsən bunlar, yəni bu iki qardaşın hansı lider olacaq. Gəl. Qara Murad gəl. Gəl. Gəl tatlım, gəl. Qıdıqlanır əlim. Neysə. Məğlub olan xoruzun da stoykasını görmək istəyirəm. İndi onları çağırım, baxım gəlirlərsə. Buna. Bu açgöz heyvan deyə bu da. Gəldi qırmızı xoruz da. Yan-yana gələndə baxaq nə olacaq. Nə tepki verəcəklər bir-birlərinə qarşı. Orada da düşmənin. Qara bala. Qara Murad. Küçəyə niyə çıxmır beyler? Canavar gəl görün bura. Necə söz verərsiniz. Qara, keç hələ. Qorxura qırmızı. Ayda inanmağım gəlmir elə də. Nə yine sal diye. Bax balaca canın önüne buna bax. Bunun boyuna buxununa baxsan, onun boyuna buxununa baxsan. Hələ. Keç. Yiyin də bir-birimizi dalaşın, qırışın. O qırmızı xoruzu çox təklirlər. Bütün toyuqlardır, xoruzdur. Qorxsunlar. Bax. Bunu ancaq qorxan xoruzlar eləyir. Bilən bilir də yəni. Bunun ancaq o qorxan xoruzun şeyidir, hərəkətidir. Gördünüz. Bu da canlı sübutu. Gördünüz. Halal seni canavar. Sen canavar desem ama neyse. Senin namın büyük. Canavar küçədə qaldı. İstəyirəm ki buna böyük xoruzu var, ayağı tutulan. Onu eləyim, bıraxım bayrağı, bıraxıb şəklini çəkməliyim, üstünə gəlmə. Şəklini çəkən zaman həm də ki bunun baxım nə tepki verəcək bu. O qırmızı lider olan vaxtı bıraxmışdım. Yəni bu
Qara Muraddan qorxan kimi hərəkətlər elədi, yəni qanadlarını açar falan da, yəni qorxurdu. Amma indi bilmirəm ki Qara Murad nə edəcək. Bax, inanırdım Qara Murada ki o nədir onun adı? Udacaq. Halal sana sayfası duruşu, şaka diye çok qəşəng durur da. Maşallah olsun. Duruşa baksana. Neyse, öz nəfsim heyvanı öldürəcək. İstəyirəm liderləri bırakın bayra, bunları salım içəri. Yox, çıxartın bayra, salım içəri, neydi? Qara Muradanın qalmağını istəyirəm burada. Onu necə edeyim? Qara Muradanı. Qara Muradı çağırın. Gəl bura, olsuz sırtıq şeydir. Gəl. Hamımız çıxın bayra. Şimdi bunları bayra bıraxaq. Bunlar bir gün üzünə çıxsınlar heyvanlar. Ay bala, yavaş. Ha, bu toyuqlardan gelip qapını bağlamışdım ki. Qara Murad. Qara Murad bunları da cümsaydı, nə yaxşı olardı. Ölmədən bunlar, mən ölmədən, heyvanlar ölmədən görərdim. Yəni getmədən də. Siz aradan pırtlayıb çıxdınız, zibiller. Bu toyuqlar aradan çıxdı. Bu qapı niyə yaxşı bağlanmayıb? Yem tutmalıyım. Ben dedim bunlar mənim üstüme niye geldiler də. Yem tutara. Bu nə danışır deyim mən də. Yemi tutub əlimdə gəzdirəm, dedim bunlar mənim üstüme niye geldiler. Neyse, tuta bilən deyiləm toyuqları. Qara Murada bax, sən baldıya bax. Halaldı sənə. Qara Murad. Siz də çox istəyirsiniz, siz yemişsiniz. Az nəfs çıxarlıq eləyin. Baxın, Türkiyənin şəklini çəkəcəm. Bunu da çəkəcəm. Yəni bu ikisi nağda vermək istəyirəm, bunu yox. Yəni bunu özümüz ayağı ərit deyə yəni ayağı ərit deyə deyirəm. İndi Türkiyən istəməzlər bəlkə. Sən niyə soxursunuz? Hara gəldi? İndi istəməzlər Türkiyən. Bunu verərəm. İstəyirlər elə Türkiyənlə balını verərəm. Qazlardan o qocanı heç kimə satmaq istəmirəm. Yəni çünki çox qoca heyvanda, onu nəyə satım? Onu hazırdan baxsan, səhərdən axşama kimi qoyaq ki, pişsin o. Ona görə onu saxlayacağım. Yəni baxım, qalsa öləcək, satsam heç kim onu deyir bunu. Allah, sən get dava elə. Sən get dava elə. Hüncüqə bax. Bu şey, bu balını yoxud digər xoruzu, ayaq tutan xoruzu döymək üçün can atır heyvan. Neyse, size de bir pay düşsün biraz da olsa. Kurtar diyeyim. Liderimiz Qara Murad'dı. İndi bu üçünü saymasaq. Çünki bunlar üçü gedəcək yaxın bir zamanda. Liderlərlə o üç xoruz bir yerdə qalırlar. Liderləri saxlamağın nədəni istədi. İçirlər çünki hər gün harada qalırlar. Qonşunun bağında, məndə xəbərim olmur. Xoruzları da qalmaq səbəbi digər beçələrin sürüyə öyrəşməyi idi. Yəni onun üçün içəridə saxlayıram. Həm də ki aralarında rütbələşmə indidən başlasın. Hüncüqə bir atsın, başlayacaq davaya. Neyse, sağ olun dostlar. Videonun sonuna gələk. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik.